2 ay yatıb qalmışam. Tədbirə gedirəm. Hamile işlərlə bağlı bir dənə tədbir var. Ora kampanyaya qoşulub qalib elan olunmuşam. Axır ki, mən də hardasa qalib oldum. Belə pulsuz hədiyyə elədilər, sağ olsunlar. İndi mənə çox maraqlı gəlir, gedirəm ora. Yoldan güllər aldım. İlk dəfədir yoldan güllər alıram. Belə. Şəhərə nə qədər tez gəlsən də gecikirsən. Uşaq 20 dəqiqə işləyibdir. Yarısında pasajda olmalıyam, hələ sahil metrosundayam. Tədbir Əlifdən qorxuram. Day sağ olsun, məni ötürdü. Ne qəşəng, çox qəşəng. Qapının rəngi falan. Qapılarının rəngi çox qəşəngdir, çox sevdim. Çox gözəl qarşıladılar məni, çox şirin, çox şəkər. Heç nə belə. Çıxmışam, tədbir başlamıyor. Çox bağlı. Çox şadıq ki, siz bizim məkana gəlmişsiniz. Mən Səbinə Rəhimova, Supermamanın biznes inkişaf şöbənin rəhbəri. Sizlərin qabağında bugün çıxış edəcəm və sizi bizim gözəl Supermama ilə yeni məkanımızda tanış edəcəm. Bizim mütəxəssislərlə və sizlə biz ekspres halda bugünkü gündə hamiləlik planlamadan və ilk günlərindən sırf doğuşa kimi və körpə uşaqlara qulluğa kimi gedəcək, bərabər bir balaca ekskursiya edəcəyik. Bu ekskursiyanın daha belə deyək, geniş formatını siz bizim dərslərdə, təlimlərdə bizlə bərabər bu yolu keçəndə görəcəksiniz. Çünki burada çox sayılı bizim tərəfdaşlarımız var, bizim sponsorlarımız var, bizim belə deyək, bərabər seminarlar qurduğumuz bir şirkətlər var, tibb məntəqələri və hamınla sizi tanış edəcəm. Və bu adi reklam xarakterli tanışlıq olmayacaq. Biz hansısa tərəfdaşımız barədə danışanda biz onların sizə necə faydalı olduğunu deyəcəyik. Çünki çox vaxtı bizdən daha böyük nəsil, analar, nənələr və s. birazcık gəlinlərinin, qızlarının belə bir yerlərə getməsinə əleyhinə olurlar. Nəyə görə? Çünki özləri ilə hər zaman paralel aparırlar. Biz getmədik və uşağımız oldu, hər şey yaxşıdır kimisindən. Amma belə bir şey var ki, əvvəla siz getmədinizsə, ola bilsin buna görə sizdə hansısa bir problemlər yaranmışdır. Ola bilsin ki, bu dönəmi birazcık çətinliklə vacibdir. Amma bəzi nöqtələr var ki, orada artıq genetika rol oynayır və bunun təyini üçün mütləq analizlər vermək lazımdır. Sağlam ailə tibb mərkəzi əslində profilaktika üzərində qurulub. Ümumi olaraq belə götürsək, sağlam ailə yeni ailə quranlar üçün ilk olaraq başlamışdır ki, niyyə öncəsi paketlərlə orada hansı ki talasemiya xəstəliyinin qarşısını almaq üçün. Yəni mən özüm həkim diyetolog kimi çalışıram və hormonlarımızda dəyişiklik olur. Və o dəyişiklikdə mütəmadi bizə yəqin ki, qaynanamız, anamız deyir ki, çoxlu 2 nəfərin əvəzinə yeyirsiniz. Mən deyərdim bu düşüncə çox yanlışdır. Biz 2 nəfərin yerinə yemirik, biz sağlıqlı qidalanmalıyıq. Və burada trimestrlər çox önəmlidir. Səbinə xanım sual verdi ki, necə qidalanmalıdır? Balanslı. Burada çox önəmlidir hansı trimestrdə? İlk 3-cü, bilirsiniz ki, hamiləlik 3 trimestrə bölünür. 3 ay, 6 ay və 9 ay. Bu çox fərqli bir aylardır. Nəyə görə? Çünki hər bir trimestrin özünün uşağımıza dölə formalaşma dövrü var. Birinci 3 ayımızda bizdə əsas sinir sistemi, daxili üzvlər, beyin formalaşır və bu çox önəmlidir və biz məhz elə birinci 3 ayında biz sağlıqlı və rasional qidalanmalıyıq. Mən hər zaman deyirəm ki, boş qabımız Səbinə xanım deyəcək diyetologi, mən ki, pəhrizləri sevmirəm. Mən pəhrizlərə baxmayaraq ki, diyetologam, mən yox demiş bir insanam. Mən hər zaman deyirəm, sağlıqlı qidalanma. Hər bir qidanı biz öz əllərimizlə sağlıqlı da edə bilərik, zərərli də edə bilərik. Biraz promusunlasıdır. De bu kadar da. Burada qabaqda indikatördur, o sonra rəngi dəyişir. Göy rəngində olur. Amma indi sarıdır. İndi digər məhsul göstərmək istəyirik. Amma indi göstərirsiniz da, su iş götürmür da. Əziz xanımlar, hamımıza demək lazımdır ki, hamiləlik xəstəlik deyil. Hamiləlik normal həyat tərzində davam edəcək durumdur. Sadəcə daha diqqətli, daha
düzgün həyat tərzi ilə ona yanaşmalısınız. Ona görə çox vaxtı birinci panika düşür ki, mən hamiləyəm, nə analizlər verəcəm, nə edəcəm. Burada da çox rasional bir yanaşma tərəfdarı, nəinki biz, bütün ümumdünya standart təşkilatlar bizə artıq bu protokolları verirlər ki, hamilə vaxtı hansı analizlər daha vacibdir və hansılar sadəcə verə bilərsiniz ya yox, çox analizlərlə özü yormayasınız. İlk növbədə hamilələr gələndə biz tiroid vəzin istəyiri analizini, TSH dediyimiz analizi, niyə ona çox belə önəm veririk? Çünki TSH-ın ilk 3 ayında yüksək olması uşaqda əqli geriləmə, yəni beynin, zəkasının gerilməsinə səbəb ola bilər. Ona görə bəzi qızlar ki, dərmanı içmirəm, istəmirəm, mütləq ona diqqət olmalıdır. TSH-ımız normala düşməlidir ki, uşağın əqli inkişafı vacib olsun. İkinci məsələ laxtalanmadır. İllər keçdikcə, yəni zaman keçdikcə, biz təzə işləməyə başlayanda bu qədər deyildi, amma indiki zamanda patoloji laxtalanmanı çox tez-tez rast gəlirik. Ona görə ona önəm veririk ki, ilk dövründə laxtalanma analizi, hamımız bilirsiniz, bəzi pasiyentlər məcburdur iynə ilə keçirməyə, onda da düzgün dozasını seçməklə, düzgün, o demək deyir ki, bütün hamiləliyi siz iynə vuracaqsınız qarnınıza. Hər zamanda mən qızlara deyirəm ki, iynə, dərman əvəzinə bol-bol maye üçün. Burada əyləşən hər bir hamilə xanıma isə hamiləliyini rahat, sağlam sonlandırmağı diləyirəm. Gəlin aktiv olaq, sizə bir sualım olacaq. Sizcə körpə doğulduqdan sonra ən çətin iş nədir? Ən çətin şey nədir? Baxımı. Ümumiyyətlə körpənin baxımı. Onu başa düşmək. Sualı başa düşmədiniz? Onu başa düşmək. Onu başa düşmək. Tamam, sonra? Bu süd əmizləmə problemi, döşə qoymaq. Doydum o. Mənə çox şey Aman yox, inanın ki, problem deyil. Rejimə salmaq. Başqa suallar? Necə? Ki, xanımlar dayə seçərək nəyə fikir versinlər ki, faydalı olsun onlar üçün. Təşəkkür edirəm Səminə xanım, Leyla xanıma ki, belə bir gözəl hamiləlik məktəbi yaratmışsınız, super mama. Və hər kəsi salamlayıram, xoş gördük, çox gözəl xanımlarsınız, o qədər gözəl, necə deyərlər, nurlu simanız var ki, inan ki, bura əməlli başlı işıqlanır. Özüm haqqında belə deyə bilərəm ki, mən Sara Şabaqatova, ixtisasca pedaqoqam və uzun illər sosial layihələrdə işləmişəm, kurs rəhbəri işləmişəm və 2020-ci ildə artıq pandemiya düşdü və bizim layihəmiz dayandı. Bir növ, belə deyək də, daimi şəkildə layihələrdə çalışmışdım, amma xidmət sektorunun bir araşdırma elədim, gördüm ki, xidmət sektorunda o qədər də keyfiyyətli iş yoxdur. Və valideynlər tələbat çoxdur, dayə xidmətinə ehtiyac var, amma bu dayə xidmətini daha yüksək səviyyədə təqdim edəcək şirkətlər yoxdur. Və Səminə xanım dediyi kimi, biz dayə seçərkən birinci növbədə nəyə diqqət etməliyik? Birinci növbədə dayənin psixoloji durumunu diaqnostik etməliyik. İkinci növbədə dayənin tibbi sağlamlığını təyin etməliyik ki, sağlamdır ya yox. Üçüncü növbədə dayənin pedaqoji savadı olmalıdır. Qadının uğuru məndən soruşsaz nədir? Bir klinik psixoloq olaraq deyərəm, övladı. Allah hər qadına ana olmaq duyğusunun, ana olmaq zövqünü daddırsın. Xəstələrlə uzun müddət işlədiyim zamanda bir şey müşahidə etdim. İlk olaraq rəngi vurğuluyum. Bu rəngin vəhdəti və ahəngi ilə düşünürəm ki, cəmiyyətimizə faydalı qadınların, faydalı ailələrin və faydalı gələcək nəsillərin sayını artırırıq. Çünki bir ahəngdəyik, sarı rəng və narıncı rəng günəşin simvoludur. Hər kəsə salam, mənim adım Leyla Əhmədovadır. Mən Supermamada hamilələr üçün məşqçiyəm və sizinlə bugün bir nəfəs texnikası ilə bölüşmək istəyirəm. Bizə gələn xanımlar artıq o texnikanı bilir. Nadia Şotkana adlanır. Bizim mərkəzdə hər dərsin sonunda mütləq şəkildə biz o nəfəs texnikanı edirik. Çünki çox faydalıdır. Və qeyd etmək istəyirəm ki, təkcə hamilələr deyil, hanımlar da edə bilər və artıq ana olan hanımlar da edə bilər. Nəyə faydalıdır? Stres, gərginlik, başdakı ağrılar, bundan başqa, məsələn, yuxusuzluq problemi varsa, təəssüflər olsun ki, əksəriyyətimiz bu problemlərlə üzləşirik. Bu nəfəs texnikası çox kömək edəcək, çünki sinir sisteminizi sakitləşdirir, bədəninizi balanslaşdırır